tarixçi bu, Koreyalı tarixçi Naraxanga. Yəni bunu hər dəfə elə buna eşitdirik, bilməm, görmür. Erkək də Azərbaycandan gedib o Koreyada o qədər işim var ki, sizin xanımları, qızları aparır evindən, eşiyindən kim. Yəni get onunla məşğul, Azərbaycanla yox. Bu bədbəxt deyir ki, bəs hamının tarixini oxumuşam, Azərbaycan tarixini tapa bilmədim. Həm güya 7-ci sinifin tarixi var, orada da arçaq yazıblar, deyiblər. Nəysə danışır da bizim Azərbaycan məktəb kitabında, deməli, dərslik kitablarında orada arçaq güya. Amma hardan kimin yalanı nəysə, bu insan deyir Azərbaycan tarixini tapa bilmədim. Azərbaycan kitabı yoxdur. Hardan tapasan? Ay bədbəxt. 1100-dən başlayaraq xristian dövlətləri ümumiyyətlə türklər imperiya vaxtı tapşırırlar, tarixini yazır da, biri o Qaraçıya verir Farsa, Haylara verir. Haylar deməli tarixi yazır öz xeyirlərinə. Farsdır, o Qaraçı Farsanı geç, Fars dövləti yoxdur, özlərinə yazır. Ərəbə yazırlar. Türkün tarixində necə gəldi yazırlar. Türk də fikir verir, başı qarşı var. Ruslar sonra Stalin özü götürür tarixi, yazır. Asetinə, İnguşa yazır, nə bilim, Ləzgiyə yazır, Avara yazır. Kimə gəldi? Stalin götürür, yəni türkü də bilirsiniz, Turanı, bütün hərəsi özbəksən, sən türkmənsən, Azərbaycan, siz türk deyilsiniz. Bu yerimişdir. İndi bu bədbəxt kitab yazılmayıb, əlbəttə məhv eləyiblər. Ay Xanqay, ay bədbəxt. Əgər Azərbaycan tarixini məhv ediblər, hardan Azərbaycan tarixini sən tapıb oxuyarsan? İndi düzdür yazırlar. Gəlginən Bakıya, istəyir Bakıya gəlsin, bilirəm onun qorxusundan gələ biləcək yox. Burada adamı öldürmürlər, qorxma, gələ bilərsən. Və sənin nəyin varsa, xəritən də o da meymun kimi çıxıb qaçırlar Avropaya ki, biz ermənilər bax bunu tikib, erməni onu tikib, erməni torpağıdır. Vod Armeniya, Azərbaycan niyə tutub? Vod Armeniya, Azərbaycan niyə tutub? Bütün Kanadada falan meymun kimi də meymunçuluq. Ay kişi erməni deyir ki, mən tikmişəm, yaratmışam, belə Atatürk'ün şalvar tikmişəm. Atatürk'ün tumanını tikib geydirmək, o demək deyir ki, sən dahi millətsən. O demək deyir ki, saray tikibsən. Ay hay, o qədər acdılar ki, yox deyişlə. Azərbaycan türkü Kremli tikir, heç haykü salmır, ömür boyu, bu axır vaxtlar deyil. Tac Mahalı tikiblər Hindistan'da. Görmüşsünüz bir Türk desin Türkiye'de bizi vot mu istroili deli kimin dünyaya. Ama bu Atatürk'ün tumanını tikib gedimsən. Mən gene de deyirəm, Atatürk'ün əmi bina tikmişik. Türkiye'de bina, Azərbaycanda bina tikmişik. Bəli, siz qoyublar da Qaraçay dilənçi gəlmişsiniz. Qəbul ediblər Azərbaycanlar, Türklər. Veriblər, işləyin, yaşayın, qalxın, növtü də verdilər, milyarcı da. Amma siz Türk'ün o deyirsən, tumanını da tikib geyindirmək, o Kasparov ki, hamısı ki gəliblər, Bakinçi mi, Bakinçi, Şaxskakих пор вы бакинцы, а? Деды вы кто были? Вот, они тоже говорят бакинцы. Onlar da deyir Bakı. Rusiyanın süpürgəçiləri də Bakı şəhərini təmizləyirlər. Biz təmizliyi öyrədirdik. Ki arkada hamam, bunlara hamama gönderdi ki arkalarında çirk kuyruk bağlamasın. Ruslar da, Erməni de, Fransızdı, necə o Fransız xanımları deyil biz Türklər tutardı bizi de. Yoksa kişilərimizlə uzağında iyilənirdik. Yani kişilər də iyilənirdi, amma biz də laf iyilənirdik. Ona görə ətir vururduq. O ətiri də gedib kəminə alırlar. Bu tumanı giydirməyə nəyə görə Atatürk'e tumanı giydirilmişlər ki ermənilər, tikirmişlər kostyum ki sabah arxadan vursunlar. Haylar dünyada nə tikir, nə eləyir, kim üçün yaxşı alimdir, nə bilim generaldır, nə bilim konstruktordur. Hər şeyi bunu eləyirlər ki bunlar haçansa bəşəriyyəti əllərinə alsın. Məqsəd budur.
sənin evi də tikir, tumanı da geydirir əyniyə ki, sabah xəncəri arxadan vursun. Xanqay bildin, bunu Xanqay, ay alçaq, birinci Xanqay, sən oxumalıydın Movses Xoyratçı, Xaçik Daşdent, Rafi Samvel, Yegishi Çarençi, bunları oxumalıydın. Alain Delon nədir, Robert De Niro nədir, Çavcavadze nədir, Marx Engels nədir, ay Xanqay, bunları bilməlisən ki, ay alçaq, erməni drevneyşi, nasiya, Pyotr Pervi qırmızı xoruz deyər, ay Xanqay, yenə də deyirəm, drevneyşi nasiya deyərlər ki, panelini fahişələr, drevneyşi nasiya öz xalqını, Movses Xoyratçı deyir ki, biz iblisdən gəlmişik dünyaya. Tanrıdan yox. Ay Xanqay. Və etiraf edirlər dünyaya ki, biz fahişədən olmuşuq, onun challenge deyil. Ananın qarnında fahişə əmələ gəlir. Ay, sən kimsən? Xanqay bunu öyrənməkdən sonra deyirlər, Armeniya, memnun kimi Armeniya. Вот твоя армянская хай, народ. Хай, который никакого отношения к Армении не имеет. Хай кто? Читай, а потом иди азербайджанский, там истории нету. Эти писатели армянские говорят, что мы проклятая нация, у нас истории нет. Мы подлая, мы проститутки, мы трусы, воры, предатели продажные, как говорил Петр I, красные петушки. Древний народ можно назвать петушками? Этот народ, я еще раз говорю, ты отстань от Азербайджана, ай Хангай, ай Сафей. Не трогай азербайджанцев. Хай, изучай хай. Кто такие хаи? Вот, падшая нация, опущенная nация. De. Bu aşağılayan bir xalq var ki, bu dünya aşağılayıb. Bunu Alain Delon necə deyib ki, dünyanın faciəsisiniz siz. Hatta bunu bütün insan qalmayıb dünyada. Desin, yenə deyirlər, erməni. Erməni indi yaxşılıq edir sənə, nə edir ki, o səni sabah vursun, öldürsün. Onun məqsədi odur, bəşəriyyətdə zərər vermək. Məsələn, bu belə gəlir. İblisdən olan Xoyratçı deyirəm, mən demirəm, ay adamlar. Bax, bu qədər, поэтому я хотел вот тебе Хангаев довести. А то у Азербайджана истории нет. А Меймун, у Хайска, смотри, какая история у них. Опущенная нация, которая все о них говорят, что самая подлая нация, своя армяне говорят. Весь самая интеллигенция всего Европы говорит, кто такие хаи. Ну, защищают, это понятно, им нужно это. Ona görə bax bunu bilməlidir Xanqay. Amma Bakıya gəl. Gəl götür elə sağ-salamaçılıq olsun. Bir yerdə Avropaya gedək. Orada bir dənə mənbə tapsan, onda mən səndən qardaş 100 dəfə üzr istəyirəm. Mənbə aid olan bütün o xalqları ki deyirsən, memnun kimi qoyubsan xəritəni, çəkib qoyublar. Deyir, Danaşı eri. Danaşı eri nədir ki, onu çəkməyə indi bu dəqiqə? Tak ki, ona görə gələ bilərsən Bakıya.